Huzade ya Zahra. Ahsan, ahsan. Bah, bah, bah. Kaş tuğyan xəncəri gəlb cahanı bölməyəydi. Kim Batul'un gözlərini ağladı, Allah gülməyəydi. İftixarı xilqət 18 yaşında ölməyəydi. Ya Allah, könə yadda gizlənən əsrarı Heydər bilməyəydi. Yaralı Zahra. Allahu Ekber. Ay ay ay. Elə məzlum oldu yani. Bu gecə məzlumiyyət Əliyə ağla. Elə də yavaş-yavaş yaxınlaşıyor xanımın Əli kisli quslun verə. 7 nəfər tapanmadı. Xanıma quslu verə. Xanımın cənazəsini yerdən götürə. O balaları göndərdi Salmanın evinə, sahabənin evinə. Hüseyni də göndərdi Salmanın evinə. Salman deyin istişab gördüm, qapı elə şiddətləndi. Qeydi koy kənara ha, aşıqanə. Elə bir sən də Əlinin evindəsən. Gəldim qapı dalına, mən filbab, qapı düvən kimsən? Gördüm Hüseynin əzin səsi gəlir, amma mənəm. Şencan Zahra gecenin bu vakti seni sinesinden ayırmazdı bala. Oğul niye ağlısın? Salman dey gördüm senin saralan izin koydu divara. Ele yana yana dedi ama yubamma tezce nenem öldü ya. Uzadı ya Hüseyin. Bah 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 bah. Hay. Aman 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 aman. Ah ah. Salman dey geldim Ali'nin evine, gördüm garibe mənzərədir. Ali eş bilmiyor yorgun cenazeye quslu verə. Ya o nənəsiz balaları haram ediyor. O nənəsi ölenler ağlasın. Çok çətindir nənədən ayrılma. Ben bu rozani asıfı senden öncəsin dedi, Salman civarıda oldu. Harda görünüb bir uşağın nənəsi ölə gətirə su tökə cənazəyə quslu verələr. Salman deyə gördüm Həsən Hüseyin əldə su gətirəylər. Əli də cənazəyə quslu verə. Gör nə halda olarlar. Axayaq quslum verdi. Şəfən elədi. Şəfənin axır bəndim bağlayanda səslədi balalarım. Elə bu gecənin rozası da. Halum mutəzəvvədu min ummikum. Gəlindən özdən ayrılır. Kızınla niye sokala desiyorlar? Evvel şahsı ki geldi Zeynep idi. Geldi yüzün koydu nenenin o yaralı sinasına. Ay nene, ay nene, ay nene. İlahi nenemden üzüldü yalim. Bu hicran geminden nece dincelim. Ürək doldu ya Rəb, yatim oldu Zeynep. Uzadı ya Zahra. Bah 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 bah. Ay aman, ay nana, ay nana, ay nana, ay nana. Ay nana, ay nana, cavan ölen nana, ay nana. Hüseyin səsləyəndə durardı nənə. Başı üstə xeymə qurardı nənə. Neylərdi o ruxsarə busə bırardı nənə. Deyərdi gülüm yat mənəvi azadına. Ya Zahra. Bah bah bah. Hay ay aman aman aman. Zeynep üzün koyup nenenin yaralı sinesine okşayağlı. Ay Sadat-ı Meclis, ben Fatıma. Hasan da geldi, yüzün koydu nenenin o sili dayan yüzüne. Çünkü kuçada Hasan'ın yanında sili vurmuştular hanıma. O diyeler yüzün koyup nenenin yüzüne. Nene gören yüzüne kurban olun nene. Aynen aynen aynen.
Bunları dedi. O mazlum Ali de geldi. Zahranın o sınan kolundan öpe ağlı. Ama bu rozanı diyem gidip evinde de ağlarsan. Salman Bey gördüm. Hüseyin geldi yavaş. Nenenin ayak zarafından çapanın bandını açtı. Ay Şam-ı Garibanı Zahra'ya gelenler, ay mərizli olan, hacətli olanlar, iltiması dua elə bilən mərizləri də dua elə. Salman Bey gördüm dodaqların qoydu nənənin qədəmlərinə öpəyağlı. Gördüm yavaş bir sözler dedi. Yakınlaşanda gördüm elə səslərini. Nənə biləksən niyə ayaqlarımı öpəyəm nənə. Nənə ayağımı öpəyəm Kərbəlaya tez gələsin. Uzad ya Hüseyin. Heyfim geldi bu güzel halın ki var şehirle yok. Öyle bu cür Roze ile İmam-ı Zamanı da davet eləyək bu məclisə. Cənazənin istişəb elə ki hamı yatıqlar. Cənazəni hərəkət verdilər. Amma canım qurban. Mərizləri dua eləyəcək bu gecə. Cənazəni ayrı elər. Amma kimlə? Sahabi xaslıdır. Hamı yatışıblar. Qonşular yatıb. İmam Həsən ağa deyir, o gecələr ki, nənəmin qabırqası tutulmuşdu, yatanməzdi. Elə yana dua elərdi, bizi yox, qonşuları. Amma deyir, bu gecə bir nəfər o qonşulardan gəlmədi. Təşkiyə kimlərdir? Salman, Əbazər, Miqdad. Həsən Hüseyin də tabutun qabağında zeyf-i xurma yandırıblar. Zəhranın cənazəsi gedək qəbrə. Cənazəni ayranda gördü elə yana bir ağlama səsi gəlir. Allah kimdi bu? Gördü elə biri de ay nənə. Baxanda gördü kızı Zeynep yüzün koyup diyor yanan kapıya. Elə səslənir. Kızım niye geldin? Balam niye geldin? Dedi baba bileysen nənəm adamsızdır. Nənəmin kardeşi yoktu. Koy bir nənəmin tabutunu okşayım ondan aldı. Neylədi tabuta bakıp diyardı Zeynep. Sinəndə nənə yara gedirsən. Ümidimizin edip bu evde sarrışdasını para gedirsən. Qal bu gecəni bizə qonaq ol, qurbanın olum hara gedirsən ay nənə. Ha uzadı ya Zahra. Ahsan. Bah. Evin abad. Nene gözümün kasası vardır yeri. Aşkimle daşa. Nabazım vardır sütü geden qəbrə. Adamsız nene. Uzadı ya Zahra. Allahu Ekber. Aman. Ah, cenazeni geldim ola, qəbristanə bəqiyə. Baxdı xaki bəqi, mudara kon, toba mehmanı xəstə. Dar o divar, pahluya şikəstə. Ey bəqinin toprağı, Zahranı tapşırdım sana. Hanım bunların derdi var, acısı var. Hanımlık hele yazar. Derdi olan var, merizi olan var, hacetmendi var. Zara hanımlık ele nami diyorlar zalim var. Eşgülün renci bu bir gül zehzefaden solmayıp
Eşimin kalbine gamdan kan bunun cahd olmayıp düşme bir bak taziyanlara değişme olmayıp aydadı uzadı ya Zahra ah bak ay sizə mənim canım qurbana Ali Muhterem Sultanabadan dostsun Zəhraya minnətüz imamı zamanadır. Ay bura gələnlər. Zəhra qərib ölüb də, adamsız ölüb də 7 nəfərlə cənazə gedib qəbrə. Allahu Ekber. Cənazəni qoydular yerə. Salman dey gördüm. Ali bir sağa baxdı, bir sola baxdı. Əlaqil o yəkfil işarə. Dedim şayet Ali'nin Zahra ile bir gizlin sözü yolu. İşare elədim sahabeler dalı çəkindiler. De gördüm onda elə kim ola cənazəni tabutudan çıxardı bir baş bir elin başına. Yaralı Zahra. Evin abad, evin abad. Ay aman, ay aman, ay aman. Eğer Şam-ı Gariban-ı Hanım olmasaydı, bu güzel halin olmasaydı Zehra'ya andolsun burasını okumazdım. Salman dey geldim dedim Ali can, Ali sen belə ağlayanda da bu uşaqlara biz ne diyək? Ali elə şiddətlə ağladı, elə adamsızlığına ağladı. Baxdı Salman'a dedi Salman necə ağlamayayım? Özüm gördüm kapım yandı, gelen durdu, geden durdu. Özüm gördüm ki Zahrani, gelen vurdu, geden vurdu. Ya Zahra. Hayda. Hayda. Ben buranın məxsusən haqqiyat olması oxumaram, ama görüyəm aşıqsan. Özüm gördüm balam Məhsin, düşüb yerdə çıxıb zani. La ilahe illallah. Özüm gördüm balam Məhsin, düşüb yerdə çıxıb cani. Nə Zahra gördü öz oğlun, nə Məhsin gördü Zahrani. Uzadı ya Zahra. Ah bak. Özüm gördüm kulağı yaralanmıştı. Vefalı yaverim Zahra, yaralı dilberim Zahra. Uçu ben divan zamanın özünü okuyam, biliyem hakkına da eleyeceksin. Bunu deyin inşallah bir rozeyle bu haletine düşünebilir. Buna bak. Salman özüm gördüm nano ile ama hakkına da sen bir Zahra. Özüm gördüm nano ile yere Zahra yıkılmıştı. Özüm gördüm ki divara ne kadri kan yakılmıştı. Uzadı ya Zahra. Aydan Vebaliya verip Zahra yaralı dilberim Zahra Vebaliya verip Zahra Ali'nin dili cende da Vebaliya verip olmadı Vebaliya verip ah be yaralı dilberim. Görüyem aşıksam bunu da deyim. Salman özüm gördüm Hüseyin'im gözleri giriyor.
Allahu Ekber. Buna bakayım, özüm gördüm Hüseyin'im gözleri giryan dayanmıştı, vay vay. Özüm gördüm ki mismarın ucunda kan dayanmıştı. Uzadı ya Zahra. Allah Allah Allah. Aman aman. Aman aman. Akay akay. Akay akay. Ay mazlum abi. Ah. Özüm gördüm Gafur Zeynep. Deyir day bir kömək qaldım. Canın ay qonşular öldü. Nənəm əllərdə tər qaldı. Eyvay elə bu halətdə Ali'di. Gördü balası İmam Həsən də daldan. Dedi baba qoy bir dərə də mən deyim da. Dedi dilivə qurban olum. Dedi baba kulça deydik. Nənəm elə kişiyini vurdular. Ya Zahra, özüm gördüm anam Zahra, elinden çare düşmüştü, kulağından akıydı kan, yere düşvara düşmüştü. Uzadı ya Zahra, nada gördü Zahra gelir, behişti dedi, ama ağlı. Zahra dünya mahalli narahatıdır. Ağlamakdır, babırda niye ağlısan? Dedi alsan Allah dur tez gedeve. O nənəsizlik evində ged imtihan elə. Uşaq yuxudan duracağın. Hacı Hüseyin ağa, əvvəl söz ki deyər nənədir. Nənəsini istər. Dedi Ali dur gedeve. Ali alan Hüseyin'im yuxudan aynı belə de aynı. Ay nənəm, ay nənə, ay nənə, ay nənə. Qərib feyz aldıq, günləri ilə bəqi hesab elədik Qur'anı. Eviz abad ola. Ali sarı durdu ayağa. Allah gedim görüm benim bu nənəsiz balalarım ne haldadılar. Geldi yetişdi, o yanan kapını yavaş yavaş açtı. Allah, acibə mənzərə gördü. Ali kimin insan ağladı əyləşdi yerə. Gördü o balalar o qədər ağlayıblar, qəşələyiblər. Amma bir mənzərə gördü, elə ürəyi yandı. Gördü Allah, kızı Zeynep gelip yüzün koyup Hüseyin'in yüzüne. Elə də Hüseyin nənəsiz canı o bazı qurban ay qarda. Buradan bir goriz Kərbəlaya şabeti verim sınavır. Ve yad qəbristanı bəqi haman Zeynep Aşura günü də ürəyin elə qəm aldı. Dedi gedim üzümü koyun kardeşimin üzümü. Geldi o çukur yere ya Zahra. Ay Kərbəlanı görenler, ay qətliqahı görenler, başları oyan bir an elədi, neyzə paraları oyan bir an elədi. Allah baktı gördü Allah kardeşim baş bedeninde yoktu. İstedi yanların koyevrenin başına gördü yanlar bedende yoktu. Elə o halde yüzün dolandırdı qəbristanı bəqiyə. Elə bir yol dedi ay nənə, bu hurufun anana axərin əvvəli var. Kırmızı qan ilə məmzuz olunan cədvəli var. Bu necə nəşidi nənə, nə parmağı var, nə əli var ay nənə. Eyvay Zahra.